Ən çox xəstələnən bürclər hansılardır? Oradan da baxaq görək kimdən çox hansı bürcdür. Astrologiyaya görə bəzi bürclər sağlamlıq baxımından daha həssas olurlar. News 24 xəbər verir ki, mütəxəssislərin şərhlərinə əsasən ən çox xəstələnən bürc əqrəbdir. Əqrəblər, hardasınız, buradasınız? Deyirlər, ən çox xəstələnən əqrəb bürcləridir. Fikirləşirəm, mənim dostlarımdan kim var əqrəb. Əqrəblər adətən hisslərini gizlətməyi üstün tuturlar. Eyni şəkildə sağlamlıq problemlərində heç kimə paylaşmadan özləri həll etməyə çalışırlar. Bu isə problemlərin böyüməsinə səbəb ola bilər. Ağrılarını gizlədən əqrəblər həkimə getməkdən də gecikə bilərlər. Vallahi mən tərəziyəm. O qədər ağrıyıram. Artıq hiss edirəm ki, ağrıya dözə bilmirəm də. Yəni o kritikləşir də səhhətim. Onda həkimə müraciət edirəm. Bilmirəm bu nə qədər inandırıcıdır, ancaq əqrəblər. Astrologiyaya görə əqrəb bürcü reproduktiv orqanlara, sidik yolları və hormon sistemi ilə əlaqələndirilir onların ağrıları. Bu bölgələrdə baş verə biləcək narahatlıqlara daha meyilli olduqları düşünülür. Bundan əlavə xroniki xəstəlikləri və immunitetin sistemli problemləri də əqrəblərdə tez-tez müşahidə olunur. Əqrəblər ən çox xəstələnən bürc. Belə qərara gəldilər ki, əqrəbdir. Və ona görə məsləhət görünür ki, hisslərinizi içəridə saxlamaq əvəzinə ifadə etməyə çalışın, bədəninizə qulluq edin, mütəmadi tibbi müayinələrə gidin, laqeyd olmayın. Sara Səfra Bahadırdan bu qədər.